Ay sağ ol, fərəqət. Pərviz əmi yemək verəcək. Verməsə də sən zalog qoyub geçsəm, sən öl. Sən zalog. Ya yaxşı verəcəm şöyle. Mən düşünməyəcəm az. Müdür tapşırıb deyib get iç. Sən öl. Bax bu sən öl. Qaqa mal duza gedən kimi dalımdan gəlirsən həmişə. Mən səni çağırıram. Salam. Qaqa, buranın ənkə böyüyü var, Pərviz müdür. O mənə deyib ki, get orada iç, eşələ. Buyur. Ay can. Nə qəşə iyi bilirsən, ay can. Adam nə qədər şor yiyərə. Bismillah eləməmiş də şoru yiyirəm ki, şeytan yesin. Daha qorxmuram, narahat deyiləm daha. Niyə? Çox şey oldu, bunu qozalaq qoyub gedərik də. Demirəm şov sənlikdir. Zəhir var. Yaxşı, qardaşım, yaxşı səbir ol. Müdür verəcək, səbir ol, yaxşı. Hə, huna. Şotu nə tər olacaq? Qaqa, şotu müdür deyib daha bizə. Qaqa, buranın müdürü ənkə böyüyü mənim dostumdur. Deyib ki, get iç. Qardaşım, bu qardaşım Vüsalın ölmüşünə, əlimlə kamazın altına. Salam aleyküm. Pərviz sənsən buranın? Onda biz sənə salmışıq, yuxarıdaya Pərviz. O Pərviziymiş. Yuxarıdakı da məndən, buradakı da məndən. Onda biz Kürdəmirdəyə Pərviz restoranına səhv saldıq. Siz deyirsən qaçmağa bəhanə axtarırsınız? Qardaş, bizim üstümüzdə pulumuz yoxdur. Bax, bu mənim ən əziz qardaşımdır Vüsal. Eşidirsən? Vüsal burada dursun, gəl pulu verib götürək. Yox, mən qardaşımı bura zalaq qoyub get. Yox, bu qardaşı Vüsalı. Meymun da parçaya da kişi. Meymun dedi sən. Xışdı onu, meymun dedi sən Vüsal. Xışdı onu, döy onu. Pul istəyir səndən. Dağıt, söndür oran.